Buzovna qəsəbəsinə 3 ton 200 litrlik Nержавека su çənimizi göndərdik. Bu çənlər heç vaxt xarab olmurlar. Biz 10 il yazılı zəmanət veririk. Bu çənlərin ömrü ən azı 20 il, 30 il gedir. Əgər siz də bir dəfəlik su çəni məsələsini həll etmək istəyirsinizsə, Nержавека çənləri əldə edin. Xeyirli olsun. Göyçay rayonuna 3 ton 200 litrlik üfüqi Nержавека çənimizi göndərdik. Gözəl, yüksək, etibarlı, keyfiyyətli bir estakada üzərinə quraşdırıldı. Daha su içində iylənməyəcək, çən şaxtada partlamayacaq, korroziyaya uğramayacaq, paslanmayacaq. Keyfiyyətli çənlər yalnız Nержавекаdır. Bu çənlərə biz 10 il rəsmi zəmanət veririk. Xeyirli olsun. Paslanmayan, yəni Nержавекаdan çən istəyirsiniz. Nержбаку 10 il zəmanətlə çənlərini təklif eləyir. Nə paslanmır, nə xarab olmur, nə suyu iyləndirmir və uzun illər çətinliksiz sizə qulluq eləyir. Bu çənlər Pişivay Nержавекаdan hazırlanır, SUS 304 markasından. Həm də içməli mayələri saxlamaq mümkündür. Mərdəkana 2 tonluq çənimizi göndərdik. Xeyirli olsun. Məştağı qəsəbəsinə gözəl 2 ton 700 litrlik Nержавека su çənimizi göndərdik. Gözəl bir qardaşın həyətinə xeyirli olsun. Nержавека su çənləri heç vaxt xarab olmurlar, paslanmırlar, çürümürlər, içində su iylənmir. Bizim şirkət 10 il rəsmi zəmanət verir bu çənlərə. Badamdar qəsəbəsinə 3 ton 200 litrlik Nержавека su çənimizi göndərdik. 10 il zəmanətimizi verdik. Artıq sular iylənməyəcək, çən paslanmayacaq və ümumiyyətlə heç bir çətinlik yaşanmayacaq çəndən, inşallah. Bu çənlər içməli su, süd, bal və digər mayələrin saxlanılması üçün nəzərdə tutulub.